İyul ayının ilk günlərində burada bir aldadıcı bir proses baş verəcək. Çünki iyul ayının birinci ilk günlərində 1-2-si, 3-ünə qədər baxın burada bir istilik dalğası gözlənir. Çünki Azərbaycan arası bu Qazaxıstan arasındakı ekstratropik siklon sisteminin və Türkiyənin bu Balkan arası, yəni İstanbul arası və Balkanlardakı bu digər bir siklon sisteminin deməli arasında qalacaq. Bu da o deməkdir ki, baxın burada cənubdan daşan isti hava dalğaları, baxın bu şəkildə daşan isti hava dalğaları Qafqaz arasında havanın temperaturunun iyul ayının ilk günlərində nisbətən yüksəlməsi səbəb olacaq. Lakin bu proses qısa müddətdə olacaq. Çünki baxın burada Avropanın şimal-qərbindən geniş bir ekstratropik siklon sisteminin baxın Atlantik okeanından daşınan, baxın buradakı proseslər diqqətlə baxın biz görürük ki, bu şəkildə bir proses gözlənir. Baxın burada bir antisiklon dalğası gözlənir. Çünki buradakı siklonla Qazaxıstandakı siklonun deməli ortasında bir antisiklon sistemi formalaşır. Çünki bu antisiklon da cənub-şərqdən Hind okean dipolu ilə yayılır. Bu antisiklonun Azərbaycan arasında iyul ayının 1-i, 2-si, 3-ü və 4-ündə burada bir temperaturun artmasına səbəb olması və mərkəzi alanda temperaturun müsbət 37-40 dərəcə qədər artması potensialı var. Lakin artıq baxın burada iyul ayının 5-i və 6-sında Atlantik okeanına daşınan rütubətli hava axınları baxın bütün bu Qara Dəniz arasına doğru yayılacaq və Qara Dənizin ərazisində, Qara Dənizin mərkəzi və şimalında ekstratropik siklon sisteminin aktiv inkişafı gözlənilir. Bu da baxın buradakı temperaturun deməli troposferin orta qatlarının bir qədər aşağı hissəsində, yəni təxminən 1300-1600 metr yüksəkliklərdə burada havanın temperaturu Qara Dəniz arasında müsbət 8 dərəcəyə qədər azala bilər. Yəni bu o deməkdir, troposferin orta qatlarındakı ekstratropik siklonla deməli baxın buradakı xəritə əslində həm 500 millibar yüksəklikdəki deməli atmosfer təzyiqini göstərir. Yəni 5500 metrdəki atmosfer təzyiqini oradakı siklonlar, həm də ki baxın burada 850 millibar, yəni 1200-1400 metr, 1450 metr yüksəklikdəki bir temperatur göstərir. Deməli burada Qara Dəniz ərazisində iyul ayının 5-i axşam 6-sında buradan bir soyuq hava dalğasının troposferin 1200-1400 metr yüksəkliyindən keçməsi gözlənir. Yəni Qara Dənizin deməli ərazisindəki troposferin aşağı qatlarından keçən mövsüm üçün xarakterik olmayan sərin və soyuq havanın rütubətli hava ilə toqquşması burada artıq ciddi bir, baxın burada artıq bax, diqqətlə baxanda burada ciddi bir ekstratropik siklon sistemi artıq iyul ayının 6-sından 7-sindən keçən gecə, daha doğrusu 5-indən 6-sından keçən gecə artıq aktiv inkişaf edəcək. İyul ayının 5-indən 6-sından keçən gecə buradakı ekstratropik siklon sisteminin sağ qolunun Azərbaycanın şimal və qərb rayonlarından keçməsi ən çox da Türkiyənin şərq rayonlarından qonşu Gürcüstan ərazisindən topa yağış buludlarının keçməsi potensialı var. Deməli iyul ayının 5-indən 6-sından keçən gecə və 6 iyul gün ərzində Azərbaycanın şimal və qərb rayonlarında da lokallaşan bir topa yağış buludlarının qısa müddət ərzində partlama dərəcəsində inkişafı gözlənir. Hansı ki iyun ayında biz belə bir proses gördük ki, qonşu Gürcüstandan keçən şiddətli topa yağış buludları Qazax və Ağstafa rayonlarının kəndlərinə ciddi bir dolu yağdırdı. Ağstafa və Qazaxdakı dolunun diametri, deməli xüsusilə bu Gürcüstandan keçən buludun bir qolu Qazax və Ağstafadan keçdi. Bu da dolunun diametrinin hətta 15-20 mm, yəni 1-2 cm və ondan böyük bir dolu dənələr yarandı. Bir ciddi bir problemlərə səbəb oldu. Deməli bu o deməkdir ki, baxın buradakı sərin hava hər nə qədər də Şimali Qafqazdan və bu sistemin bir qolu Gürcüstan arasından keçsə də, bu sistemin təsirləri, yəni topa yağış buludlarının həmin andakı trayektoriyasının dəyişilməci potensialı var. Bu da buludların Gürcüstan ərazisindən Qazax Ağstafaya doğru və eyni zamanda Göyçə-Gölü istiqamətindəki güclü buludların da Daşkəsən Cələbə rayonlarına doğru və Daşkəsən Cələbədəki topa yağış buludlarının da Gəncə, Şəmkir, Tovuz rayonlarına doğru yayılması potensialı var. Yəni bu riskləri nəzərə almaq vacib sayılır. Çünki iyul ayı adətən yayın ən isti ayıdır və insanlar artıq arxayın olurlar ki, hava şəraiti düzəldir. Lakin buradakı proseslər onu göstərir ki, ekstratropik siklon sisteminin tez-tez müdaxiləsi gözlənilir. Artıq iyul ayının 6-sı axşam və 7-sinə keçən baxın, buradakı sistem bir qədər də genişləndi və artıq tam olaraq Böyük Britaniya ərazisindən, baxın burada
Böyük Britaniyanın qərb sahillərindən, yəni Atlantik okeanından baxın buradan daşınan güclü jet axınları ki var. Bu troposferin həm orta qatlarında, həm də troposferin yuxarı qatlarında güclü külək axınları ilə burada Atlantik okeanından davamlı rütubəti baxın, deməli qırılmadan bu sistem Avropanın şərqinə qədər yayılacaq və Avropanın şərqində Rusiyanın qərbi, Şimali Qafqazdakı bu ekstratropik siklon sisteminin də buradakı sistemlə birləşməsi və isti hava dalğaları ilə birləşməsi nəticəsində iyul ayının 5-i axşam 6-sı 7-sində Azərbaycan arasında hava şəraitinin kəskin dəyişilməsi potensialı var. Yağıntı parantillərinə diqqətlə baxmaq lazım olacaq və iyul ayının 5-i axşam 6-sı, 7-si və 8-sində birbaşa peç məlumatların təlləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Baxın, burada artıq iyul ayının 7-si axşama doğru buradakı sistem bir qədər də genişləndi və artıq buradakı sistemin baxın, deməli, bir qolu da Şimali Qafqazdan keçə bilər, bu da Qafqazın cənubuna təsir edə bilər. Yəni iyul ayı da yayın ən nisbi ayı olsa da ciddi bir dəyişikliklərlə yadda qalacaq. Çünki iqlim dəyişikliyi nəticəsində fəsil anlayışı artıq yoxdur. Hər bir ayda hər bir dəyişiklik müşahidə edilə bilər. İyul ayının 8 və 9-u artıq bu ekstratropik siklon sisteminin mərkəzi hissəsi Avropanın şimalından keçəcək. Azərbaycan arası isə bu sistemin deməli cənub qolunda qalacaq ki, yenə də burada bir risk davam edir. Çünki burada baxın, bir Aralıq dənizinin daşınan bir rütubətlə bir isti hava dalğalarının toqquşması burada topa yağış buludlarının yenidən inkişafına səbəb olacaq. Baxmayaraq ki, burada Türkmənistan ərazisində və Qazaxıstanın cənubunda bir isti hava dalğaları gözlənilir. İyul ayının artıq deməli 9-u və 10-da iyul ayının 10-u və 11-də Azərbaycan arasında yenidən havanın temperaturu artsaq, baxın burada növbəti Şimali Qafqazda növbəti bir ekstratropik siklon sisteminin formalaşması nəticəsində iyul ayının 10-u axşam və 11-də yenə də Şimali Qafqazın daxil olan cəbhə sisteminin Qafqazın cənubu Azərbaycanda da hava şəraitinin yenidən dəyişilməsində, ən çox Azərbaycanın şimal və qərb rayonlarında hava şəraitinin iyul ayının 11-i, 12-sində yenidən dəyişilməsinə səbəb olması potensialı var. Baxın, iyul ayının 12-sində artıq buradakı sistem deməli Xəzər dənizinin şimal şərqindən keçdi, amma bu sistemin bir qolu baxın burada Şimali Qafqazdan Qafqazın cənubuna doğru daxil ola bilər. Böyük Britaniya ərazisində ciddi bir siklonlar gözlənilir. Ümumilikdə bu proseslərin ümumi analizi onu göstərir ki, iyul ayının nağd olaraq birinci 10 günlüyündə və ikinci 10 günlüyündə havanın temperaturunda tez-tez tərəddüdlər gözlənilir. İyul ayının ilk günlərində, yəni 1, 2, 3 və 4-ündə havanın temperaturu artacaq. Mərkəzi arada maksimal temperatur 40 dərəcəyə qədər yüksələ bilər, lakin baldırıcı olacaq iyul ayının artıq 5-i axşama doğru və 6-sında. Əvvəl Azərbaycanın şimal və qərb rayonlarında hava şəraiti dəyişiləcək. Artıq iyul ayının 7-si, 8-sində Azərbaycanın şimal-qərb Dağlıq Şirvan rayonlarında leysan və dolu potensialı gözlənilir. Bir qədər növbəti proses, bir qədər fasilə yaranacaq. İyul ayının artıq 10-u və 11-də yenidən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişilməsi potensialı var. Yəni ümumilikdə iyul ayında da tez-tez dəyişkənlik davam edəcək və bu barədə birbaşa peyk və radar məlumatlarının tədqiqatları əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Yəni bir daha artıq bu Avropanın orta mənzilli hava qatarı mərkəzinin superkonduktör modeli ardıcıl bir siqnalları verir ki, həm də ki Avropanın artıq mövsümlük modellərdə bu siqnalları verir ki, iyul və avqust aylarında da, yəni Azərbaycan ərazisi üçün ən qulaq və isti aylar sayılan iyul və avqust aylarında da hava şəraitinin gün ərzində, yəni bir neçə dəfə dəyişilməsi potensialı var. Hətta bəzi günlərdə güclü leysan və dolu proseslər və dolunun diametrinin iri dənəli yağması ehtimalları var. Əvvəllər bu proseslər, yəni nadir vaxtlarda olurdu, lakin artıq bu proseslərin tez-tez təkrarlanması ehtimalları var. Yəni bu modellər də üst-üstə bu siqnalları verir. Bu proseslərin ümumi yaxından izlənməsi vacib sayılır və birbaşa peyk və radar məlumatlarının tədqiqatları əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Eyni zamanda yaxın günlərdə mövsümlük modellər yenilənəcək və avqust ayında və sentyabr ayında gözlənilən ümumi tendensiyalar haqqında biz danışacaq. Ümumilikdə 2026-cı ilin payız mövsümündə rütubətlilik əvvəlki illərlə müqayisədə çox olacaq. Yəni birbaşa bu Atlantik siklonların tez-tez dağılmadan Qafqaz arasına doğru müdaxiləsi gözləniləndir və bu proseslər nəticəsində Qafqaz arasında yağıntıların artması, quraqlıq proseslərinin isə artıq geridə qalması gözlənilir. Ümumi olaraq yenilənmiş məlumatların tədqiqatları kanalında yayınlanacaq.